Bu videonu mənə yazan bir izləyici üçün çəkirəm, amma bilirəm ki, bu hissi yaşayan bir çox insan var. Bəzən insan haqlı olduğu halda belə haqqı tələb edə bilmir, yox deyə bilmir. Bu bir zəiflik deyil. Amma bir çox insan düşünür ki, bu zəiflikdir. Bu bir çoxumuz bizim həddən artıq anlayışlıyıq. Mən də bir zaman belə idim. Dostlarıma yox deyə bilmirdim. Halbuki içərdən bunu istəmirdim. Etmək istəmədiyim şeyi xətrə görə edirdim. Çünki qarşı tərəfi qırmaq istəmirdim. Düşünürəm ki, mən daha çox pis insan kimi görünmək istəməmişəm qarşı tərəf üçün. Çünki mən daim mübahisədən qaçan bir insan olmuşam. Özüm də tərəzi bürcəyəm, bəlkə ona görə ola bilər. Amma problemin kökü başqadır. Bəzilərimiz uşaqlıqdan hisslərimizi susturmağa öyrəşmişik və daha çox özümüzü yox, başqalarını düşünmüşük. Və qarşı tərəfi incitməkdən qorxmuşuq. Prioriteti özümüzə yox, qarşı tərəfə qoymuşuq. O qədər biz qarşı tərəfi anlamağa çalışmışıq ki, öz hisslərimizi unutmuşuq. Mən o qədər canı yanan bir insan oldum ki, artıq bir vaxt başa düşdüm ki, belə getsə, yəni olmur. Özüm qalmışam qıraqda. Və səhhət qoymaya başladım. Onda anladım ki, egoizm tərəfini demirəm, ego tərəfdən demirəm. Mən o qədər qarşı tərəfə yaxşılıq edirəm ki, özüm qalıram sanki bir qıraqda. Yox deməməyim nəticəsi. Ən təhlükəli isə budur. İnsan zamanla öz ağrısını normal hesab etməyə başlayır. Susur, dözür və düşünür ki, problem özündədir. Haqqı tələb etmək pislik deyil. Dediyim kimi uşaqlıqdan öyrədiliblər ki, sanki bu bir normal bir şey deyil kimi öyrədiblər. Biz də o proqramlarla davam edirik. Çünki biz çox vaxtı şuursuz proqramlarla, beynimizə yazılan şuursuz proqramlarla gedirik. Heç anlamırıq ki, agah şəkildə olmuruq daha doğrusu. Bilmirik ki, biz niyə bunu edirik. Və ona görə də vaxtı gələndə biz qırılırıq. O qədər veririk ki, qarşı tərəfə. Amma sonra özümüz sanki bir qıraqda qalırıq. Dediyim kimi, özümüz seçmək heç vaxt egoistlik deyil. Yəni, sən kimisə qırmadan belə sərhəd qoya bilərsən. Bu o demək deyil ki, sən qarşı tərəfi xətrən dəyirsən və yaxud da ki, qarşı tərəfə yox deməklə hansısa bir, nə bilim,
pis insan olursan, sonra səndən inciyəcək, münasibəti pozacaq. Biz bəzilərimiz də məhz bununla qorxuruq ki, hə, qarşı tərəf məndən inciyəcək və salam. Yox. Qarşı tərəf əslində sən sərt qoymayanda qarşı tərəf artıq səndən istifadə eləməyə başlayacaq. Aha, deyəcək, deməli bu mən üçün edir. Belə olmalıdır düşünəcək. Məndən də çox vaxt buna görə istifadə edirlər. Mən yox deyə bilməmişəm. İstəməyərək belə demişəm. Hə, dost dedi, qoy eləyim də. Amma sonra görmüşəm ki, yəni olmur da. Olmur, yəni mən yox deməməyinə görürəm ki, məndən istifadə edirlər. İşimdən keçib başqa üçün nəsə eləmişəm. Yəni çox şeylər olub və sonra sərhəd qoyandan sonra başa düşdüm ki, mən indiyə kimi niyə belə deyildim ki, yəni mən niyə yox deyə bilmirdim. Və sonra başladılar sanki mənə başqa cür davranmağa. Dedim, okey, o sizin probleminizdir. Yəni üzə demədim təbii ki, amma düşündüm ki, onların problemidir də. Mənə adəti yoxdur. Mənə heç bir əlaqəsi yoxdur. Əgər sən daim hamını düşünürsənsə, amma heç kim səni düşünmürsə, bir gün daxildən yorulursan. İçərdən bir yorğunluq olur səndə. Emosional. Artıq etmək istəmirsən. Yəni istəsən belə etmək istəmirsən. O həddə özümü gətirib çatdırma. Ki mən o həddə gəlib çatmışdım ki, artıq qapanmışdım. Yəni nə qədər insan edər əvəzində, amma çox sağ belə alınmır. Mən düşünürəm ki, sən özünü seçməlisən. Sonda bunu deyə bilərəm. Özünü seç daim. Çünki bəlkə də indiyə qədər özünü seçməmisən. Düşünürəm ki, artıq özünü seçməyə vaxtıdır. Sən özünü seçəndən sonra başqaları belə sənə artıq hörmət eləməyə başlayır. Və bununla düşünürəm ki, mövzuya kifayət qədər toxuna bildim. Bura qədər izlədinizsə çox sağ ol. Zəhmət olmasa komment, rəy bildir, komment yaz. Dostlarına paylaş videonu. Növbəti videoda görüşmək ümidi ilə. Özünə yaxşı bax.